Herkese salam. Bugün ilk reaksiya videosu ilə qarşınızdayım. Bugün Azərbaycan TikTok videolarına baxacağıq. Görək nə kimi videolar çəkirlər, nə edirlər. Gəlin birlikdə izləyək. Nənəgilə gəlmisən və məcbur Kanal 7 filmlərinə baxmalısan. Həqiqi, nənələr, yəni Kanal 7-dən o tərəfə çıxmırlar da. Yəni çox vaxt Kanal 7-də verilən filmlərə baxırlar, seriallara baxırlar daha doğrusu. Bir ara Hind seriallarını dublaj şəkildə paylaşırdılar və onlara baxırdılar. Amacı hatırlayanları var yəqin ki. Varsa rəylərdə yaz. Ne kadar istiyor? 1 milyon dolar aylık. Ne yapalım? Öldürün. Bir de bizim çocuklar birini yakalamışlar. Kumarhanede hile yaparken. O mesele var. Onu ne yapalım? Öldürün. Videonu izləyirlər, amma abunə olmurlar. Neyniyək? Öldürün. Video izləyirlər, amma rəy də yazmırlar. Onu neyniyək? Öldürün. Çox dəxilsiz də. Yəni burada əsəbləşmişdi. Eşref Rüya izləyənlər də rəylərdə yazsın. Təbii ki, mizah elədik. Qız deyir ki, bugün 3 dənə hazırlığım vardı, çox yorulmuşam. Yəni, hansı daha yorucudur sizcə? Canım ay kəndçi. Papa bir dənə Obama kitə dəyər. Mama bir şey tapşırıb almağa. Mənim pulum yoxdur bala. Mama pul verib almağa. Sən bu anovun arzu şeyləri tutamır. Gəl şu qabağımı gör, nə alırsan al. Qala getdik. Hara getdik? Demədim iki dənə şey alacağım. Yox, mama sınav şəklində yazıb bax. Bu da şey alır. Hə. Kitab yazıb ki. Roman yazıb burada. Papa bəlkə şirin yapala. Aha. Aga be, həqiqi. Həqiqətən yəni evdə ataların vaz keçilməzidir də, yəni. Görüşərik. Görüşərik, darıxacam. Görüşərik sabah. Ha, Elmar Lav qəşəng videolar çəkir. Aç. Səni ikinci dəfə Səmanın yanında görməyim. Başa düşmədim, siz kimsiz? Mən Səmanın atasıyam. Mən sevirəm Səmanı. El eləmək ki, səni aparıb başa salsınlar sən kimsən. Çatdı sözüm sənə. Nə olub axı? Keçmişsən görürəm, danış da de. Nə olacaq? Atan hədəliyib. Atavı gördüm. Nə? Mənə yaxınlaşıb deyib ki, bir də səni qızımın yanında görməyim. Beş il əvvəl. Ha, 15 il əvvəl atası əslində qoyub gedib deyəsən onları. Nə mısmırığını sallanacaq? Ömürlük getmirəm ki, gələcəm mən. 15 ildən sonra Ata, gəldi. qayıdacaqsan? Çox tez gələcəm qızım. Çox Çox tez. tez gələcəm deyib 15 ildən sonra qayıdır. Elə görünür. Mən istəmirəm ki, anamın yaşadıqlarını yaşayım. Yəni başa düşürsən. Ümid edirəm ki, bizdə belə olmayacaq. Yox, heç amma sən nədən danışırsan? Belə heç vaxt olmayacaq. Həmişə yanındayım. Heç vaxt belə eləmərəm. Atası görür yenə onları. Bu arada Pərviz Əjdər də aktyorun adı da çox qəşəng aktyordur. Sənə demişdim ki, Səmanın yanında səni görməm. Demişdim. Get qırağa, Səmaya sözüm var. Elə burada de. Səma, sənə çox vacib bir söz deməkdir. Elə burada de, onun yanında de. Oyda. Səma, sənin oğlanla gəzən yaşın deyil. Sən indi karyera fikirləşməlisən, gələcəyi fikirləşməlisən. Başa düşürsən məni? Sən 15 ildən sonra indi xatırlayırsan ki, sən atalıq eləməlisən. Başqa uşaqlar atasının qucağına qaçanda mən həsrətlə baxırdım. Başa düşürsən sən bunu? Səma, ola bilər ki, mən sizin yanınızda olmamışam. Haqlı Amma tərəflər var əlim həmişə əslində. sizin üstünüzdə olub. Sizin bütün maddi problemlərinizi mən həll eləmişəm. Sənin universitetə girməyivə kimi mən həll eləmişəm. Başa düşürsən məni? Mən səni başa düşmürəm. Bilirsən niyə? Çünki mənə maddiyyat lazım deyildi. Mənə maddi dəstəyin lazım deyildi. Mənə ata lazım idi, ata. Əslində haqq da verirəm çünki bəzən ailədə
Olur ki, ata dəstək olur, ailəyə kömək olur, maddi dəstək olur, başa düşürəm, çox əziyyət çəkir və s. Amma övladlar ən çox atadan sevgi istəyir. Əsas onlara sevgi vacib olduğu vaxtlarda onlara sevgi, qayğı göstərmək lazımdır. Elmar live yenə çəkib də, yəni qəşəng. Derin sayı qədər verkçi qazan. 3 dənə verkçi qazandınız. Oradan nəyə görə? Elə belə O hədiyyə atmayı baxı. Necə olur? Oğlan atmalı deyil onu birinci ki. At nə qədər istən qazanacaq. demək istədik. Təbrik edirəm bunlar sizi. Hop. Bax. Orada onu atmağa icazə verirsən. Qaqaşa niyə icazə vermədin atmağa? Bəlkə 6 atacaqdı. Bizdən 4 dənə verkçi qazandınız. Bəs siz TikTokda izləyirsiniz. Təsir izləsəydiniz 2 qatını qazanacaqdınız, yəni 8 dənə. Təbrik edirəm bunlar sizin. Sağ olun. 3 ədəd bizdən verkçi qazandınız. Sizi təbrik edirəm. Çox sağ olun. Bizi bəs TikTokda izləyirsiniz. İzləyirəm bəli. Doğrudan baxa bilərəm. Məndə bu dəqiqə TikTok yoxdur, işlədim. TikTok yoxdur, bəs necə izləyirsiniz? Sizi təbrik edirəm. TikTok yoxsa necə izləyə bilər? Gülme krizi garantili video. Kanka ben biraz deli uyuyorum ya. Allah. Nereye gidiyor? Gülme krizi garantili Adam pencereden tullandı çala. Don giyinmək istəyirdim, onu çox bəyəndim. Ay Tanya, nə qarsan? Neyinirəm ya lan? Demisən tanıyıb eləyən olar. Kim tanıyacaq sən? Burada daim oğlanlar qalır. Bir dəqiqə kimsə tanıyacaq, biabırçılıq düşəcək. Oldu, sən hər yerdə sən tanışın var. Talih, görsən də biabırçılıq düşəcək. Ay Talih, nə qarsan yenə? Liftə kim duracaq? Ay demisən görüb eləyən olar. Burada kim görüb? Baxdı liftin içidir. Kamera zad olar. Kamerada da oturan mənim dayımdır. Da nə oldu yəni dayındır? Kimsə görüb eləyən çıxaq. Nə qarsan ay Talih? Əfirəm, mən neyniyəm? Demisən 20 mərtəbədə mənim xalam gil qalır. Demisən görə. 20 mərtəbə. Nə oldu? Da oradan bura necə gördü? Ay Talih, görsə biabırçılıq düşəcək. 20 metrədə necə görsün səni? Mən bilirəm hara gedəcək. Yaxşı. Ay Talih, bura haradır mən gətiribsən? Əcəl, bezdirmisən mən. Nə olar gəl da məcbur çıxdıq bura, ağarım. Bir dənə ağzından bar yox gələ, bir dənə bu skandikdən at. Ağzın tərabətdəsin. Qəşəng. Olar qutaraq dana bu iş qurban olun. Olar öpüm də bir dənə. Ay Talih, dəli sən burada tanış zad olar. Ay burada sənin nə mamut balasısan, sən dinozavrsan, sənin tanışın olar burada. Nə Ay olar? Talih, dəli sən bir dəqiqə Nə olar? Talih, deyil. Damartın limonası dinozavru var. Ay fıtora gətirmişsən qızı bura. Hara getdi? Danışa bilirlər. Təzən qardaş bir deyək məni. Qəşəngdir, qəşəng. Ümumilikdə Xart komandası çox qəşəng videolar çəkir. Hələ ki tənqid edəcəyim videolar çıxmayıb, hələ ki xoşuma gələn qəşəng videolar çəkirlər. Qapını bağlama atan, onsuz da bir həftəyə qayıdacağam. Çoxdandır bir sual vermək istəyirəm. Bu qolundakı sözün mənası nədir? Sən unutma kimdən? Suka deyirsən? Hə. Bu suka mənası odur ki, sən unutma kimdir ana. Eşidin və bilin. Qəşəngdir. Söyle. İstəmək üçün mağazaya girərsən. Həqiqi adam üşüyəndə bir də mağazaya girib baxıb gedəcəm adıyla. Sırası. Buyurun müəllim, nə istəyirsiniz? Aç sırası şeylərdə zaman. Buyurun müəllim, nəsə tapdınız? Belə baxıram qardaş, deyirəm sizə pey yox da. Kimdə də şey yoxdur? Deyim, burdadır. Hə, bax. Telefon mağazasına Qardaş fen. baxaram mən. Buradayam mən. Oldu. Müəllim, baxdığınız məhsul çox əla məhsuldur. Bir dənə proje qardaş. Hələ buyurun. Qardaşım mən açığı. Yəni bura nəsə almağa girməmişəm. Mən isinməyə girmişəm bura. Buyurun müəllim, isinə bilərsiniz. Ver də, daha isinmək adına girdim, məhsul satdım mənə. Baxsın Mən də xardan nə olar? Nə? Mən də pardon, nə olar? 3 gündür baba isinmək adı ilə sənin kimi girmişəm, Allah ki. Belə baxıram ancaq ki, paysalım mən. Nə olur, mən də pardon. Mən qalsam əli verir elə. Gəl, xəzərə. Pistel, qəşəng. Ay, nə olub bazon, niyə keyfin yoxdur? Dayı, bir dənə qız var. Deyir, bu damla dayınam, lana sən deyir. Ma deyir ki, sən görsə gələndə həmişə eyni paltarı geyinir. Niyə gedib özümə paltar almısan? Bir belə pul verirəm sana. Vaxt olur ki, sənin obyektlərin arendasını yığmaqdan özümə paltar alım. Yoxdur. Yaxşı onda, mən sana paltar alaram, narahat olma. Harda? Zamanın dərdinə bax ya. Paltar harda vardı? Kuliyevski yardım. Hava getdi Kuliyevski. Məncə reklamdır.
Cəmaatın dərdinə bax deyəndə təbii ki, mən də bilirəm video məqsədi ilə çəkilib. Yəni Allah belə dərd versin ki, arendaların pulunu yığmaqdan vaxtınız olmasın özünüzə paltar almağa. Bəli dostlar, bu gün TikTok keşfetimdə olan videolara baxdıq. Hələ ki tənqid edəcək bir şey olmadı. Videoların çoxsu xoşuma gəldi. Sonrakı videoda tək bir blogerin videolarına baxıb şərh bildirməyimi istəyirsinizsə də mütləq rəylərdə hansı blogerin, TikTokerin olduğunu yazın. Birgə onun TikTok videolarına baxaq, gülək, əylənək, biraz da fikrimizi bildirək. Sonrakı videolarda görüşmək ümidilə özünüzə yaxşı baxın. Hələlik. Sevgi veren her zaman sevgide görecek. Onun adı İsmail çünkü YouTube'da tek. Sana bana herkese tabii ki örnek. YouTube'un neşesi, kalitenin adresi. Görülmedi hiç inan, YouTube'da böylesi. Evet gel hadi şimdi göster kendini. Şimdi katıl aramıza görsün herkes seni.